Mən Yasin Füzuli, bu rəvayətimi Füzuli rayonu Bala Bəhmənli kəndində olan şəhidimiz Kazımov Rəşad Nüsrət oğluna həsr edirəm. Oğlu Rəsuldan xatirə, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz heç var, vətən ölünməz heç var. Yaşayırlar qəlbimizdə, bizim ürəyimizdə. 80-də qəm-kədər, güclə bala bir təhər. Şəhidimiz haqqında mən, igidimiz haqqında mən yazmışam bir rəvayət, dinləyin ey cəmaət. Şəhid Kazımov Rəşad bu həyatda qoydu az. O öz cəsarəti ilə, kişi kimi qeyrəti ilə 89-cu ildə dekabrın 12-sində Füzuli rayonunda, o doğma ünvanında, Bala Bəhmənli kəndində, həm də öz vətənində, hamıya əziz alədə, bir dənə təmiz alədə Rəşad gəlir həyata, bu fani kainata. Hələ uşaq vaxtları, Rəşad həmin çağları, olub ağıllı, kamallı, tərbiyəli, ağıllı. Məktəbi qurur başa, çatır 18 yaşa. Gedir hərbi xidmətə, xidmət edir dövlətə. Bir il 6 aydan sonra, payızdan yaydan sonra xidməti vurur başa, evinə gəlir birbaşa. Fikirləşir divara, gəlir bu cür qərara, qaydır yenə hərbiyə, vətən sağ olsun deyə. Çünki vətən dardadır, gözlər intizardadır. Keçir xeyli zamanla, ötür bir neçə anla. Bir gün götür nərşini, igidimizin nərşini gətirirlər ünvana. Neynəsin ata-ana, bel bükülür bir anlıq, çökürə yata qaranlıq. Oldu şəhid balası, ürəyinin parası. Körpə Rəsulullah səma, atasız qalır iki bala. Hər şeydən xəbərsiz, o körpələr kədərsiz. Canım da qurban sizə, əmanətsiz siz bizə. Şəhid qardaşımız da, igid qardaşımız da. Ürəklər dözmüyürdü, ürəklər göynüyürdü. Dağ kimi bir oğlanı, canımızdan əziz canı. Dönərək ürəklər dağa, tapşırdılar torpağa. Məkanın cənnət olsun, ruhuna rəhmət olsun. İndi isə ey millətim, ey xalqın cəmaətim, unutmayaq Rəşadları, yaşamalıdır adları. Çünki tarix yazdılar, başımızı ucaltdılar. Unutmayaq Rəşadları, yaşamalıdır